Elə Rəna xanım buradayken istəyirəm ki, bu sualın cavabını alım. Çünki elə dünən axşam bunu haqqında müzakirə edildiyi evdə Rəna xanım deyirlər ki, kursda ümumiyyətlə hazırlığa gedən uşaqlar hansı müəyyən bir bazası olan uşaqlar üçün daha rahatdır. Amma bazası olmayan uşaqlara fərdi müəllimi tutulmağı daha yaxşıdır. Siz nə məsləhət görürsünüz? Yəni kursa müraciət edən uşaqlardan qrup şəklində hazırlaşmaq istəyənlər də var, fərdi hazırlaşmaq istəyənlər də var. Siz bu fərqi qoyursunuz mu? Bazası olan uşaqları qrup halına salaq, bazası olmayanları fərdi müəllim yanına yönləndirək. Yəni necə ki, hər bir insanın özünün götürmək potensialı var da, müəyyən yaddaşı var. Elə uşaq var ki, onu nə qədər yükləsən də, onun yaddaşı müəyyən limitə sahibdir. Mümkün deyil ki, onu daha çox məlumatla yükləyəsən və ya qrup hazırlığında o başa düşmür. Bu uşaqlar üçün fərdi hazırlıqlar təklif edirik ki, fərdi hazırlıqlara qoşulsunlar. Belə kursumuzda fərdi hazırlıqlar da mövcuddur. Həm onlayn, həm də deməli canlı şəkildə. Yəni şagirdlərin düzdür, bizə müraciət edən əvvəlki kurslardan gələn şagirdlər olur ki, deyir ki, digər kurslara getdik, uşağı qəbul eləməyibdilər ki, yəni uşaq 0 baza ilədir, indiyənə ki, məsələn, hazırlığa getməyibdir, birdən hazırlaşmaq istəyir, baza 0-da, deyibdilər, yox, biz məsələn... Bəs mən nə üçün sizin yanınıza gətirmişəm ki, uşağım öyrənsin deyə? O da absurd gəlir. Mənim özümə müraciət edən müəllimlər olur, işə qəbula hazırlaşmaq istəyən, deyir ki, mən 0-am, məsələn, eləsi olur ki, ailə qurur və 10 il, 15 il, 20 il fasilə verən müəllimlər olur ki, ondan sonra hazırlaşmaq istəyir ailə şəraitinə görə və onlar çox narahat olurlar ki, görə mən hazırlaşa biləcəmmi, görə mən bal toplaya biləcəmmi bu qədər fasilə ilə, 0 baza ilə və mən deyirəm, hazırlıq 0-dan başlayanlar üçündür. Bilən adamın hazırlıqda nə işi var? Çox gözəl. Yəni bu 0-dan başlamaq üçündür. Bilən adam nə gəzir kursda? Bilən adam, bəli, bu maddi baxımdan həm kursdan məbləğ verir, həm də ki, bunu öyrənmək üçün gəlirsinizsə, mən həmişə deyirəm, sizin özünüzdən asılıdır. Mənim müdavimlərim olub ki, 15 il, 20 il fasilə ilə, yəni 100 baldan 93-95 bal yığanlar olubdur ki, yəni bu da demək ki, 0-dan hazırlıqla, 0 baza ilə və bir neçə ay ərzində hazırlaşmaq olur. Çox gözəl.